budur. Örtük götürülür ve demir yumruq bütün xalqımızın hər bir nümayəndəsinin qəlbində böyük iftixar hissi doğuran abidə. Bu demir yumruq düşmənin başına elə endirildi ki, onlar dabanlarına tüpürüb qaçmalı oldular. Və ekranda da gördüyünüz bütün bax bu rəqəmlər, ədədlər hamısı 44-də gəlib dayanacaq. Yəni 44 günlük müharibə. Azərbaycan tarixinin ən şanlı müharibələrindən biri və Azərbaycan torpaqlarının işğaldan azad olunması 44 günlük müharibə bildiyiniz kimi bu müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Ən şanlı günləridir, ən böyük günləridir. Həmin günləri yenə də qürurla xatırlayırıq. 4 oktyabr 2020-ci il Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 26 oktyabr Qubadlı, 8 noyabr Şuşa. Azərbaycanın döyünən ürəyi, bizim müqəddəs şəhərimiz azad edildi. 8-in də olması mənə gəlir ki, bir tərəfdən də simvolikdir. 8 həm də sonsuzluq işarəsidir. Azərbaycanın müstəqilliyi, Azərbaycan torpaqlarının azadlığı məhz sonsuza qədər bu cürdə davam edəcək və stadionda da hal-hazırda gördüyünüz kimi o 8 düzəldilib. Azərbaycan qələbə qazandığı gün, qələbəsini rəsmiləşdirdiyi gün daha doğrusu